imamın qızının bura gəlməyi 9-cu əsrə aiddir. Azərbaycana dənizlə gəliblər bunlar. Gələndə bizim Nərdaran balıqçılarına o vaxt qaç gəliblər dənizdə, hara gedirsiniz, deyib ki, bizi Nərdarana göndəriblər. Bir Seyid var bizim kənddə, Seyid Yusuf adlı kişi. Hal-hazırda ziyarətgahı var, onun da burada ziyarətgahı var, onun yanına göndəriblər onu. Onların nəslindəndirlər hələ bu Seyidlər də. Götürüblər, gəliblər onları bura Seyid Yusuf ağanın yanına. Bir müəyyən müddət qədər burada qalıblar bunlar, Seyid Yusufun yanında. Seyid Yusuf ağa da bir oğlu bunun, Mir Abdullah ağa. Oğlu için Seyid Yusuf ağa xanımı götürüb, nişanlı eləyib, toylarını da eləyib və müəyyən neçə il yaşayıblar burada bunlar. Ancaq xanım dünyaya uşaq götürən zaman rəhmətə gedib. Rəhmətə gedib, bir başçı da onun Bibi Heybətdədir ki, Hökümə xanımdır, onun da adı Hökümə xanım. Bir nəfər də gəlib bunlarla, onların kənizləri olub Leyla xanım. Hal-hazırda Bilgətdə onun da ziyarətgahı var. Ancaq o imamın qızı deyil. Müəyyən söhbətlərə görə deyirlər, ancaq ki, tarixçisi var onun bizlərdə. Araşdırma institutundan onları çağırtdırmışıq ki, o İmam Musa Kazımın 4 dənə evladı olub ki, biri Rəhimə xanım, Hökümə xanım, Məsimə xanım, bir də İmam Rıza əleyhissalamdır ki, o da ki, Məşəd şəhərindədir. Bu gördüyümüz ziyarətgah, Rəhimə xanımın ziyarətgahı var buradır. Məzarı, o dayandığımız yer onun məzarıdır şəhərdə. Ancaq yaşayışı da burada olur. Onun rəhmətə gedəndən sonra onu burada türbədə dəfn olduğuna görə indi cəmaat onun məzarını ziyarət eləməyə gəlirlər bura. Xəstəsi olan, çox bura xəstə insanlar gəlir, yatırlar, şəfasını da tapır, suyundan da aparıb içirlər. Cürə-bəcə çox ağır xəstələr sağalıb burada. Onu ilə əlaqədar çox insanlar istəyir ki, gəlsinlər buranı ziyarət eləsinlər və şəfa tapsınlar. O da yanındakı da Mir Abdullah ağadır ki, Seyid Yusuf ağanın oğludur, xanımın həyat yoldaşıdır.